Asan mətn deyil, bir qədər çətin mətni dinləyək. Magellanın dünya səyahəti. Fernand Magellan dünya ətrafında ilk dəniz səyahətini həyata keçirən Portuqal əsilli bir səyyah idi. Mətn həqiqi məlumatlara əsaslanır, yəni həqiqətən tarixdə baş vermiş hadisədir. Deməli, Fernand Magellan dünya ətrafında ilk dəniz səyahətini həyata keçirən Portuqal əsilli bir səyyah idi. 1519-cu ildə İspaniya kralı 1-ci Karlın dəstəyi ilə 5 gəmi və 256 nəfərlik heyətlə yola düşdü. Onun məqsədi Hindistana dəniz yolu tapmaq idi. Magellan Cənubi Amerika sahillərinə çatdıqdan sonra bu gün onun adı ilə tanınan Magellan boğazını keçərək Sakit Okeana çıxdı. Bu o dövrdə dənizçilər üçün bilinməyən və çox təhlükəli bir səyahət idi. Magellan və heyəti böyük fırtınalara, aclığa, çətinliklərə baxmayaraq okeanı keçməyə müvəffəq oldular. O Sakit Okeanı kəşf edən ilk Avropalı olaraq tarixə düşdü və bu sulara Sakit Okean adını verdi. Okeanı keçmək tam 99 gün çəkdi və bu müddət ərzində heyət üzvləri aclıq və xəstəlikdən çox əziyyət çəkdilər. 1521-ci ildə Magellan Filippin adalarına çatdı və yerli tayfalarla qarşı durmaya girdi. Lapu-Lapu adlı yerli liderin ordusu ilə döyüş zamanı Magellan şəhid oldu. Magellanın ölümündən sonra səfər başa çatmamışdı. Juan Sebastian Elcano adlı dənizçi qalan heyəti və gəmiləri ilə səyahəti davam etdirdi. Onlar Hind okeanı üzərindən keçərək Afrika sahilləri boyunca üzməklə İspaniyaya qayıtdılar. Sonda yalnız bir gəmi Victoria və 18 nəfər heyət sağ qalıb geri dönərək dünyanın ilk tam dövrəsini tamamladı. Bu səfər dünyanın coğrafi və ticarət xəritələrini əhəmiyyətli dərəcədə dəyişdi. Dünyanın kürə formasında olması bir daha təsdiqləndi və Avropa ilə Asiya arasında yeni dəniz ticarəti imkanları yarandı. Magellan və heyəti bu çətin əfsanəvi səyahəti ilə insanların dünya anlayışını əbədi olaraq dəyişdirdilər. Magellan hansı ölkənin dəstəyi ilə səyahətə çıxdı? Mətndə göstərilirdi ki, gəlin mətnə qaydaq. Mətndə göstərilirdi. Fernand Magellan dünya ətrafında ilk dəniz səyahətini həyata keçirən Portuqal əsilli bir səyyah idi. 1519-cu ildə İspaniya kralı 1-ci Karlın dəstəyi ilə. Yəni, hansı ölkənin dəstəyi ilə? İspaniyanın dəstəyi ilə səyahətə çıxmışdı. Magellanın əsas məqsədi nə idi? Yeni torpaqlar kəşf etmək, Hindistana dəniz yolu tapmaq, Sakit Okeanı keçmək, İspaniya kralı ilə görüşmək. Gəlin görək onun məqsədi nə idi? Qeyd olunurdu ki, onun məqsədi Hindistana dəniz yolu tapmaq idi. Deməli, onun məqsədi Hindistana dəniz yolunu tapmaq idi. Magellanın səyahətində neçə gəmi iştirak edirdi? Qeyd olunurdu ki, mətndə deməli, harada idi? 5 gəmi, baxın, bu hissəni bir dənə